Tünd hərflərlə verilmiş sözün qarşılığını müəyyən edin. Tünd hərflərlə verilmiş sözümüz iltimasa sözüdür. Gəlin cümləni oxuyaq və görək oradakı iltimas sözü hansı mənanı ifadə edir. Yəni onun qarşılığı hansı söz ola bilər. Demək belə, Abbasqulu bəy iltimasa gəlib. Verilən sözlərin hər birini ayrı-ayrılıqda iltimas sözünün yerində işlədək. Deməli, Abbasqulu bəy xahiş, rica üçün gəlib. Yəni xahişə, ricaya gəlib. Abbasqulu bəy qan tökməyə gəlib. Abbasqulu bəy dilənməyə gəlib. Abbasqulu bəy kimisə qorxutmağa gəlib. Təbii ki, B, C və D bəndində verilən sözlər ifadənin deməli qarşılığı deyil. A bəndində verilmiş xahiş, rica sözü isə iltimas sözünün qarşılığıdır. Ona görə sualımızın düzgün cavabı A bəndi olacaq. Biri Kərbəlayı obrazına aid edilə bilməz. A bəndi. Hökumətlə münasibətləri yaxşı deyil, bəli. Abbasqulu bəy deməli hökumət tərəfindən göndərilmişdi və yaxud da ki özü gəlmişdi. Yəni münasibətlər hökumətlə yaxşı olmadığına görə. B bəndi. Hökumətin ona ehtiyatla yanaşdığını düşünür. Bəli, deyir ki, hökumətə bax da üstümə qoşun əvəzinə elçi göndərir. Yəni qoşun göndərmir, elçi göndərir. C bəndi. Qəddardır. Rəsulun cəzalandırılmasını istəyir. Göründüyü kimi mətndə belə bir hadisə yoxdur. D bəndi. Abbasqulu bəylə aralarında xətir, hörmət var. Bəli, bu da Kərbəlayı İsmailin öz dilindən deyilir. Deməli, bəlkə bu tədbirlər tökən elə Abbasqulu bəyin özüdür. Arxayındır ki, həmişə kimi sözü yerdə qalmaz, xətrinə dəyən olmaz, çox nahaq yerə gəlir, daha böyük kiçik məsələsi yox. Demək ki, bunların əvvəllər münasibətləri yaxşı olubdur, həmişəki kimi sözü yerdə qalmaz. Deməli, bunların münasibətləri əvvəllər yaxşı olubdur. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Mətnə ad verin. A bəndi. Çarəsizlikdən doğan kədər. Bu təbii ki, mətnə verilə bilməz. B bəndi. Kərbəlayı İsmailin seçimi. Bəli, artıq burada gördüyümüz kimi Kərbəlayı İsmail seçim qarşısında qalır. Deməli, Abbasqulu bəy onun yanına gəlir. Ya o Abbasqulu bəyin dediklərindən razılaşmalıdır, ya da deməli, onun dediklərindən razılaşmayıq və görürük ki, deyir ki, ən sonunda o çox nahaq yerə gəlir. Daha böyük kiçik məsələsi yoxdur. C bəndi. Abbasqulu bəyin xəyanəti. Xeyr, burada hər hansı bir xəyanətdən söhbət getmir. D bəndi. Qəmlunun mərhəməti. Təbii ki, Qəmlunun mərhəmətindən də söhbət getmirdi. Ona görə sualımızın düzgün cavabı B bəndi olacaq. Mətnə əsasən yanlış fikirdir. A bəndi. Vaxtilə Abbasqulu bəyin Kərbəlayıya yaxşılığı keçib. Bəli, bu düzgün fikirdir. Deyir ki, hökumətə bax da üstümə qoşun əvəzinə elçi göndərir. Bundan da əvvəlində deyirdi ki, yəni bu cümlələrin əvvəlində deyirdi ki, Abbasqulu bəy gəlir, onu bu işə qoşan çox hiləgər adamdır. Bilir ki, mənə yaxşılığı keçib, sözünü yerə salmaram. Deməli, Abbasqulu bəyin Kərbəlayıya yaxşılıq keçdiyini burada gördük. B bəndi. Kərbəlayı İsmail əmindir ki, Abbasqulu bəy hökumət nümayəndələri göndərmişdir. Yanlış fikirdir, yenidən bu cavaba qayıdacağıq. C bəndi. Kərbəlayı İsmail bilir ki, Abbasqulu bəyin gəlişindən sonra ona daha güclü təzyiq olacaq. Bəli, düzgün fikirdir. Deyir ki, adətdir, seldən qabaq qamqalaq zirzibil gələr. Kötüyü selin güclü yeri axıdıb gətirər. İndi tərsinə çıxır, qabağa kötüyü salıblar. Deyirlədib, veriblər irəli. Demək istəyirlər ki, yüngülümüz Abbasqulu bəydir. Sonraki lap ağır gələcək. Burada artıq sonraki lap ağır gələcək deməklə ona daha güclü təzyiq olacağı fikrini çıxarda bilərik, yəni o cümləyə əsasən. Deməli, Kərbəlayı İsmail cəmiyyətin dəyişdiyini, dəyərlərin pozulduğunu düşünür. Bu fikir də doğrudur. Deyir ki, daha böyük kiçik məsələsi yoxdur. 100 ağsaqqal kəlamı bir qoturmuzdur sözündən qiymətsiz olub. Burada da deməli, cəmiyyətin dəyişdiyini, dəyərlərin pozulduğunu düşündüyünü görürük. B bəndində isə deyir ki, əmindir ki, Abbasqulu bəy hökumət nümayəndələri göndərmişdir. Deyir ki, deməli, hökumətə bax da üstümə qoşun əvəzinə elçi göndərir. Burada artıq bu nəticəyə gəldi ki,
Elçi Abbasqulu bəy də qoşun yerinə onu göndərdi. Ondan sonra deyir ki, bəlkə bu tədbirləri tökən elə Abbasqulu bəyin özüdür. Arxayındır ki, həmişə kimi sözü yerdə qalmaz, xətrinə dəyən olmaz, çox nahaq yerə gəlir. Artıq burada deməli hökumət nümayəndələrinin göndərdiyindən bir əminlik yoxdur. Əvvəlcə deyir ki, hökumət bəlkə onu göndəribdir, qoşun əvəzinə onu göndərir. Sonra deyir, bəlkə bu tədbirlər tökən elə Abbasqulu bəyin özüdür. Yəni, burada artıq bu tədbiri tökən və yaxud da gələn Abbasqulu bəyin özüdür, yoxsa onu göndəribdilər. Yəni, buradan bir əminlik çıxarda bilmirik. Ona görə də sualın düzgün cavabı B bəndi olacaq. Altından xətt çəkilmiş sözün mətndəkindən fərqli mənada həqiqi və məcazi işləndiyi cümləni müəyyən edin. Altından xətt çəkilmiş söz çəkdi sözdür. Cümlədəki yerinə baxaq. Kərbəlayi İsmail əlini bığına, qırmızımtıl yağlı dodaqlarına, saqqalına çəkdi. Deməli, burada çəkdi sözü həqiqi mənada işlənmişdir. Yəni, əlini saqqalına çəkmək. Yəni, burada həqiqi mənada işlənmişdir. Biz mətndəkindən fərqli mənada, yəni məcazi mənada işləndiyi cümləni tapmalıyıq. Yəni, çəkmək sözünün məcazi mənada işləndiyi cümləni tapmalıyıq. A bəndi, oğlum, bu xasiyyətinə görə atana çəkmisən. Burada çəkmisən sözü məcazi mənadadır, yəni oxşamısan mənasındadır. B bəndi, sədr stolun sirməsini çəkib, böyük bir yazılı vərəq çıxartdı. Burada çəkmək həqiqi mənadır. İpi bərk tut və özünə tərəf çək. Həqiqi mənadır. Həsən kişi tünd çay dolu stəkanı qabağına çəkdi. Bu da həqiqi mənadadır. Göründüyü kimi sualımızın düzgün cavabı A bəndi olacaq. Mətndən Qəmlonun cüssəcə, yəni bədəncə böyük insan olduğunu göstərən cümləni müəyyən edib cavab kağızına yazın. Deməli, mətnin birinci abzasına nəzər yetirək. Kərbəlayi İsmail qotazlı mütəkkəyə söykənib təsbih çevirirdi. Buxarı çartıltı ilə yanırdı. İsti onu vurduqca xoşallanırdı. Arxası qapıya tərəf oturan Qəmla ocağa çırpı atırdı. Onun kürəyinin hər tərəfi bir vəl tayı boyda idi. Yəni, artıq burada biz Qəmlonun bədəncə böyük insan olduğunu görürük. Onun kürəyinin hər tərəfi bir vəl tayı boyda idi ifadəsini, cümləsini biz cavab kağızına yazmalıyıq. Hansı bənddə verilmiş ifadədə hər iki söz fərqli tələffüz olunur? A bəndi. Oyuncaq almaq nümunəsində oyuncaq sözündən sonra saitlə başlanan söz gəlmişdir. Ona görə də buradakı q samiti ğ kimi tələffüz olunacaq. Almaq sözünün son samiti isə x kimi tələffüz olunur. Deməli, göründüyü kimi hər iki sözdə fərqli tələffüz olunan samit vardır. Digər nümunələrə baxaq. Qılınc oynatmaq nümunəsində qılınc sözündən sonra saitlə başlanan söz gəlmişdir. Əgər B, D, G, C samitlərlə bitən sözlərdən sonra saitlə başlanan şəkilçi və ya söz gələrsə, deməli, samit yazıldığı kimi tələffüz olunurdu. Oynatmaq sözündə q samiti x kimi tələffüz olunur, amma bizdə hər iki söz demişdir. Ona görə B bəndi düzgün cavab ola bilməz. C bəndində bulud sözündən sonra topası sözü gəlmişdir. Deməli, samitlə başlanan söz gəldiyinə görə D samiti T kimi tələffüz olunacaq. Topası sözündə isə hər hansı bir fərqli tələffüz olunan sait samit yoxdur. Nəhəng adam nümunəsində nəhəng sözündən sonra adam sözü gəlmişdir. Deməli, buradakı G samiti də yazıldığı kimi tələffüz olunacaq. Adam sözündə də göründüyü kimi hər hansı bir hərfin fərqli tələffüzü yoxdur. Deməli, A bəndində oyuncaq almaq nümunəsində oyuncağı almaq göründüyü kimi hər iki sözdə fərqli tələffüz olunan deməli, hərf vardır. Ona görə də sualımızın düzgün cavabı A bəndi olacaq. Bəndlərdən birində fərqləndirilmiş sözün yazılışı yanlışdır. A bəndi. Könlüm quşu qanat çalmaz, sənsiz bir an Azərbaycan. Deməli, burada könül sözü verilmişdir və bildiyimiz kimi könül sözü mənsubiyyət şəkilçisi qəbul etdiyi zaman söz kökündəki qapalı sait düşürdü. Buradakı də mənsubiyyət olduğuna görə könlüm sözünün yazılışı düzgündür. Yəni, burada hər hansı bir xəta yoxdur. B bəndi. Nə ömrə acıyır, nə yaşa dünya. Deməli, burada ömür sözü verilmişdir. Ömür sözü isə saitlə başlanan həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etdiyi zaman söz kökündəki qapalı sait düşürdü. Deməli, buradakı yönlük hal şəkilçisidir.
Burada da saytın düşməsi düzgündür. Deməli, B-də düzgün yazılıbdır. Yəni, ömür sözü də burada düzgün yazılmışdır. C bəndi. Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş. Burada beyin sözü verilmişdir. Beyin sözü yalnız mənsubiyyət şəkilsi qəbul etdiyi zaman söz kökündəki qapalı sait düşürdü. İkinci qapalı sait. Buradakı im də mənsubiyyət olduğuna görə, deməli, orada i saitinin düşməsi doğrudur. D bəndi. Oğlun yaxşısı ata üçün baş ucalığıdır cümləsində oğul sözü verilmişdir. Oğul sözü isə yalnız mənsubiyyət şəkilsi qəbul etdiyi zaman, yəni beyin könül sözlərində olduğu kimi, yalnız mənsubiyyət şəkilsi qəbul etdiyi zaman söz kökündəki qapalı sait düşürdü. İndi oğlun yaxşısı nümunəsində oğlun sözü ismin hal şəkilsidir. Yəni yəlik hal şəkilsidir. Çünki yaxşısı sözündəki ı mənsubiyyətdir. Ona görə də oğlun yox, oğulun olmalıydı. Əgər oğlun sözündəki o mənsubiyyət olsaydı, oradakı qapalı sait düşərdi. Deməli, D bəndində oğlun sözünün bu cür yazılması yanlışdır. Hansı sözdə nöqtələrin yerinə M hərfi yazılmalıdır? A bəndində nöqtələrin yerinə N yazılacaq. Şənbə. B bəndində sünbil N. C bəndində pambıq. Deməli, D bəndində isə zənbil. Göründüyü kimi pambıq sözündə nöqtələrin yerinə M samiti yazıldı. Ona görə sualımızın düzgün cavabı C bəndi olacaq. Cədvələ əsasən doğru bəndi müəyyən edin. Cədvəldə göründüyü kimi sol üstündəki sözdə nöqtələrin yerinə Ü sait yazılmalıdır. Sağ üstündəki sözdə isə nöqtələrin yerinə İ sait yazılmalıdır. A bəndində deməli müdür yox, müdir olacaq. Göründüyü kimi burada uyğunluq yoxdur. Ümid sözündə isə i olmalıdır. Bu doğrudur. Mülahizə burada ü yazılacaq. Bu doğrudur. Müdrik bu da doğrudur. C bəndində müxbir i deməli olmur. Mühüm bu da olmur. D bəndi müflis i üfüq burada da ü. Göründüyü kimi heç biri uyğun gəlmədi. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Hansı cümlədə fərqləndirilmiş sözün tələffüzü doğrudur? A bəndi. Coğrafiya dərsində bucaq ölçən alətindən istifadə edərək relyef xəritəsindəki yamaç bucaqlarını müəyyən etdik. Deməli, bucaq ölçən sözü bu cür tələffüz olmalıdır. Bucağı ölçən. Göründüyü kimi burada iki dənə söz var. Bucaq və ölçən. Bucaq sözündən sonra saitlə başlanan söz gəldiyinə görə, deməli, buradakı q samiti ğ kimi tələffüz olunmalıydı. Ona görə A bəndi yanlışdır. B bəndi. Dostumuzun açıq aydın baxışlarından mavi suya nur tökülür, mənalar yağır. Deməli, açıq aydın yazılır. Buradakı q samiti ğ kimi tələffüz olunmuşdur. Bu doğrudur. Niyə? Çünki özündən sonra saitlə başlanan söz gəlmişdir. B bəndi düzgün cavabımız. C bəndi. Qorxduğundan ayağı yalın və başı açıq qaçmağa üz qoydu. Ayağı yalın ola bilməz. Çünki burada samit var. Deməli, bu ayaq yalın şəklində olmalıydı. D bəndi. Azərbaycan ərikləri sarı, narıncı və qırmızı yanaq olur. Deməli, burada ərik sözündəki iki samiti ih kimi, yəni xışdırıq kimi tələffüz olunacaq. Niyə? Çünki özündən sonra nə gəlib? Samit. Ona görə bunun y şəklində tələffüzü yanlışdır. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Hansı cümlədə tünd hərflərlə verilmiş söz düzgün yazılmışdır? A bəndi. Yaman gündə tamam durub kənara, istər bir fənlə özün qurtara. Deməli, fən sözü sonu eyni cinsli qoşaq samitlə bitən tək hecalı sözdür. Biz bu sözə samitlə başlanan şəkilçi artırdığımız zaman söz kökündəki ikinci samit düşmüş olacaqdır. Yəni, burada n yazıla bilməz. B bəndi. O, məktəb illərində rəsm xətt dərsində çox bacarıqlı idi. Təbii ki, burada t-nın biri yazılmalı deyildi. C bəndi. Görən doğrudanmı insan qəlbinin
incə hisslərinə toxunmur şeir. Deməli, hiss sözü iki s saxlanmaqla yazılacaq. Yəni, biz bu sözdən sonra samitlə başlanan şəkilci artırsaq belə yenə s-lar qalacaq. Bunun səbəbi nədir? Dilimizdə hiss sözü ilə yanaşı hiss sözü də var. Bu hiss sözü tüstü mənasında işlənən sözdür. Əgər biz burada s samitinin birini salarıqsa, hisslər, yəni artıq hansı hissdən söhbət getdiyi müəyyən edilə bilməz. Ona görə hisslər sözü bu baxımdan bir istisnadır. Yəni son eyni cinsdə qoşa samitlə bitən sözlərdə hiss sözü bir istisnadır ki, biz bu sözə samitlə başlayan şəkilci artırdığımız zaman samitlər olduğu kimi qalır. Deməli, mənim Bahar adlı bir sirdaşım var. Mən onu anıram, o məni anır. Göründüyü kimi sir sözündən sonra samitlə başlanan şəkilci gəlmişdir. Ona görə də buradakı r samitinin biri düşməli idi. Sualımızın düzgün cavabı C bəndi olacaq. Hansı sözdə nöqtələrin yerinə birinci hecədəkindən fərqli sait yazılmalıdır? A bəndində nəqərat olacaq. Göründüyü kimi hər iki sait eynidir. Yəni birinci hecədəki sait yazıldı. B bəndi sərəncam olacaq. Göründüyü kimi hər ikisi eynidir. C bəndində əhval at olacaq. Göründüyü kimi fərqli sait yazıldı. D bəndində zəfəran olacaq. Göründüyü kimi hər ikisi eynidir. Əhvalat sözündə birinci hecədəkindən fərqli sait yazıldığına görə sualımızın düzgün cavabı C bəndi olacaq. Yalnız dodaqlanan saitlərin işləndiyi sözü müəyyən edin. A bəndində o və u saitlərinin hər ikisi dodaqlanandır. B bəndində i dodaqlanan deyil. C bəndində məktəb sözündə ümumiyyətcə dodaqlanan sait yoxdur. Hökumət sözündə də ə saiti dodaqlanan sait deyil. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Təşkilat sözündə hansı səs yoxdur? Təşkilat sözü təşkilat şəklində tələffüz olunur. Göründüyü kimi buradakı k samiti g kimi tələffüz olundu. Ona görə də sualımızın düzgün cavabı B bəndi olacaq. Hansı sözdə uzun tələffüz olunan sait yoxdur? A bəndində alim sözü verilmişdir. Bu söz alim şəklində tələffüz olunur. A saiti uzandı. Şahin sözündə A saiti uzanır. Göründüyü kimi A uzandı. Mötərizə sözündə Ö saiti uzandı. İnsan sözündə isə hər hansı bir sait uzanmadı. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Hansı cümlədə tələffüz şəklində verilmiş sözdə aşağıda verilmiş qayda öz əksini tapmamışdır? Bəzi mürəkkəb sözlərin tələffüzündə birinci sözün son saiti düşür. Görək, bu qayda hansı bənddə tələffüz şəklində verilmiş sözdə yoxdur. A bəndində qonşular elə bilirdilər ki, biz xaloğluyuq. Halbuki sadəcə dostluq. Deməli, xaloğluyuq sözü xala oğlu şəklində yuğuda yazaq. Xaloğluyuq. Göründüyü kimi burada xala oğlu sözü xal oğlu şəklində tələffüz olunur ki, burada birinci sözün son saiti düşdü. Xala sözündəki A düşdü. B bəndi. Dilənçilər tanıdıqları ərbablardan kiminin xəsis və kiminin əl-açıq olduğunu yaxşı bilirdilər. Deməli, əl-açıq sözü yazılır əli açıq şəklində. Burada deməli, göründüyü kimi i və a hərf birləşməsi var və əli sözündəki i saiti tələffüzdə düşüb, əl-açıq şəklində tələffüz olunubdur. Göründüyü kimi burada da bu qayda əksini tapmışdır. C bəndi. Onun məqsədi sadəcə əl-altı bir adam tapıb işlərini görmək idi. Yəni burada 56 sözündən söhbət getmir. Hətta biz burada 56 sözünü ayrı yazmalıyıq əslində. Bu cür yazmamız doğru deyil, bu cür yazacağıq.
56. Bu yanlışdır. Bu 56 sözü isə sadəcə olaraq bu cürdə yazılır. 56. Göründüyü kimi burada hər hansı bir saitin düşməsindən söhbət getmir. Ona görə C bəndində bu qayda, yəni verilən qayda yoxdur. D bəndi. Talıbzadənin özünü əli əyrilik üstə işdən çıxartdılar. Bu söz əli əyrilik şəklində yazılır. Göründüyü kimi burada əli sözündəki i saiti tələffüzdə düşmüşdür. Ona görə də sualımızın düzgün cavabı olacaq. Deməli, C bəndi. Qənddan sözünün hərf və səs tərkibi ilə bağlı yanlış fikri müəyyən edin. Birinci qənddan sözünün düzgün tələffüzünü yazaq. Qənddan şəklində tələffüz olunacaq. Çünki burada söz sonunda d samiti var, özündən sonra da samit gəlibdir. Deməli, d samiti t kimi tələffüz olunacaq. A bəndə. Bir-biri ilə qarşılıq təşkil edən samit səslər işlənmişdir. Doğru fikirdir. Çünki burada t və d samitləri bir-biri ilə qarşılıq təşkil etdi. B bəndi. Həm qapalı, həm də açıq saitlər işlənmişdir. Deməli, gördüyümüz kimi burada cəmi 2 dənə saitimiz var. Ə və A. Bunlardan da heç biri qapalı deyil. Ona görə B bəndi yanlış fikirdir. C bəndi. Səs və hərf tərkibi arasında bir fərqli məqam var. Bəli. D samiti t kimi tələffüz olundu ki, bu fərqli məqamdır. D bəndi. Səs artımı və ya səs düşümü baş verməmişdir. Bəli, bu da düzgün fikirdir. Yanlış fikir soruşulduğuna görə sualımızın düzgün cavabı B bəndi olacaq. Verilmiş sözlər içərisindən səs artımı baş verənləri müəyyən edərək cavab kağızına yazın. Hökümdar sözü hökümdar şəklində tələffüz olunur. Təəssüf sözü təəssüf şəklində tələffüz olunur. Radio sözü radio şəklində tələffüz olunur. Ədəbiyyat sözü isə ədəbiyyat şəklində tələffüz olunur. Deməli, səs artımı deyirsə, deməli, səslərin sayı hərflərin sayından çox olmalıdır. Hökümdar sözündə göründüyü kimi ü saiti artmışdır. Deməli, biz hökümdar sözünü yazmalıyıq. Təəssüf sözündə ənin birisi düşdü. Bunu yaza bilmərik. Radio sözündə y samiti artdı. Bunu yazmalıyıq. Ədəbiyyat sözündə isə y-nin birisi düşdü. Deməli, biz hökümdar və radio sözlərini cavab kağızına yazmalıydıq. Verilmiş cümlələri mətnin hansı tərkib hissəsinə artırmaqla mətni genişləndirmək mümkündür? Bakıda uşaqlar üçün Dövlət Tamaşaçılar Teatrı, Dövlət Gənclər Teatrı, Yuğ Teatrı, Abdullah Şaiq adına Dövlət Kukla Teatrı və s. teatrlar fəaliyyət göstərir. Deməli, deyir ki, sonuncu nəticə hissəsində bizim ölkəmizdə teatr çoxdur. Özü də təkcə böyüklər üçün yox, o cümlədən uşaqlar üçün teatrlarda vardır. Əgər siz sevimli qəhrəmanlarınızı görmək, onların danışıqlarını eşitmək, başlarına gələn müxtəlif macəraların şahid olmaq istəsəniz, teatra gedin. Sonra deyir ki, Bakıda uşaqlar üçün Dövlət Tamaşaçılar Teatrı, Dövlət Gənclər Teatrı, Yuğ Teatrı, Abdullah Şaiq adına Dövlət Kukla Teatrı və s. teatrlar fəaliyyət göstərir. Yəni, biz bu cümlə ilə və yaxud da ki, cümlələrlə, belə deyək, mətnin nəticə hissəsini genişləndirə bilərik. Yalnız nəticə hissəsini, digər hissələrdə bunu artıra bilmirik. Ona görə sualımızın düzgün cavabı B bəndi olacaq. Mətnə əsasən yanlış fikirdir. A bəndi. Teatrın ilkin forması ilə müasir forması arasında çox fərq var. Aydın məsələdir. Deyir ki, əvvəllər üzüm yığımının başa çatması münasibətilə təntənəli bayram tamaşaları təşkil edilirdi. Bu bayramlarda ifa olunan mahnılarda dialoq və primitiv teatr elementləri olmuşdur. Həmin vaxtdan teatr xeyli dəyişsə də o insanların həyatında həmişə mühüm rol oynamışdır. Yəni, ilkin formada aydın məsələdir ki, ibtidai olubdur. Sonradan isə deməli, daha da zənginləşmişdir. B bəndi. Ölkəmizdə müasir tipli teatrın əsası Mirzə Fətəli Axundzadənin əsərlərinin tamaşaya qoyulması ilə başlamışdır. Doğru fikirdir. Deməli, deyir ki,
Azərbaycanda Avropa tipli teatrın tarixi Mirzə Fətəli Axundzadənin 873-cü ildə Bakıda səhnəyə qoymuş Lənkəran xanının Vəziri və Hacı Qara pyeslərinin tamaşasından başlanır. C bəndi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra teatrın fəaliyyətinə icazə verilməmişdir. Bu fikir yanlışdır. Niyə yanlışdır? Baxaq. Teatrımız 1920-ci ildən sonra Sovet cəmiyyətinin xüsusi təbliğat növü kimi mövcud olub. Lakin yüksək professional sənətkarlığa malik olan rejissor, aktyor və dramaturqlarımızın sənətkarlığını bütün dünyada özünə məxsus maraqla qarşılayıblar. Deməli, teatr mövcud olmuşdur, ancaq Sovet cəmiyyətinin xüsusi təbliğat növü kimi mövcud olubdur. Yəni, bu teatrın fəaliyyətinə icazə vermək deyil, ya da icazə verməmək deyil. Yəni, bu o deməkdir ki, teatr fəaliyyət göstəribdir, sadəcə olaraq Sovet cəmiyyətinin xüsusi təbliğat növü kimi mövcud olubdur. Deməli, teatr tamaşalarının hazırlanmasında bir çox insanların əməyindən istifadə edilir. Bu da doğru fikirdir. Deməli, deyir ki, bəs hamını həyəcanlandıran teatr tamaşalarının necə ərsəyə gəldiyini və yaxud da ki, hazırlandığını bilirsinizmi? Yazıcı dramaturq onu əhatə edən həyatda neysə yeni vacib bir cəhəti görür və bunu tamaşaçılara çatdırmaq istəyir. Yazıcı dramaturq iştirak etdi. Sonra rejissor iştirak etdi. Rəssam iştirak etdi. Sonra deməli bəstəkar iştirak etdi. Teatrın orkestri iştirak etdi. Göründüyü kimi deməli bir çox insanın əməyindən burada istifadə edilir. Sualımızın düzgün cavabı göründüyü kimi C bəndi olacaq. Uyğunluğu müəyyən edin. Deməli, 1. Rejissor, 2. Teatrın orkestri, 3. Rəssam. A. Tamaşanın yaradılmasına rəhbərlik edir. Deməli, rejissor. Mətndə bu harada öz əksini tapmışdır. Rejissor tamaşanın yaradılmasına rəhbərlik edir. Teatrın bütün yaradıcı kollektivinin səylərini birləşdirir. Deməli, tamaşanın yaradılmasına rəhbərlik edən və teatrın bütün yaradıcı kollektivinin səylərini birləşdirən rejissordur. 1. AB. 2. Teatrın orkestri. Deyir ki, deməli, teatrın orkestri isə bu musiqini ifa edir. Yəni, bəstəkarın yazdığı musiqini ifa edir. Teatrın orkestri 2C. Sonra, dekorasiyaların hazırlanmasında, kostyumların tikilməsində mühüm rol oynayır rəssam. Bu harada öz əksini tapmışdır. Deməli, deyir ki, rəssamın çəkdiyi eskizlər əsasında dekorasiyalar və mebel hazırlanır, kostyumlar tikilir. Deməli, dekorasiyanın hazırlanmasında və kostyumlar tikilməsində rəssamın çəkdiyi eskizlər mühüm rol oynayır. Deməli, testimizin düzgün cavabı 1AB, 2C, 3D olur ki, bu da B bəndində öz əksini tapmışdır. Tünd hərflərlə verilmiş ifadələrdən birində məcazilik yoxdur. A bəndi rol oynamaq təbii ki, məcazi mənalıdır. B bəndi şöhrət qazanmaq təbii ki, məcazi mənalı ifadədir. C bəndində böyük iş var. Təbii ki, burada böyük sözü məcazi mənada işlənmişdir. D bəndində musiqini ifa etmək. Burada hər hansı bir məcazilikdən söhbət getmir. Ona görə də sualımızın düzgün cavabı D bəndi olacaq. Hansı ifadə nöqtələrin yerinə yazıla bilməz? Deməli, nöqtələr göründüyü kimi burada verilmişdir. Cümləni oxuyaq. Bəs hamını həyəcanlandıran teatr tamaşalarının necə ərsəyə gəldiyini bilirsinizmi? Necə yaradıldığını bilirsinizmi? Necə hazırlandığını bilirsinizmi? Necə ifa edildiyini yaza bilmərik. Çünki teatr tamaşası ifa edilməz, mahnı ifa edilər. Ona görə də deməli, D bəndində ifa edildiyi cavabını, verilmiş ifa edildiyi cavabını biz nöqtələrin yerinə yaza bilmərik. Ona görə sualımızın düzgün cavabı D bəndi olacaq. Kursivlə verilmiş cümlədən dəbdəbəli sözünün qarşılığını müəyyən edib cavab kağızına yazın. Deməli, kursivlə verilən cümlə əvvəllər üzüm yığımının başa çatması münasibətilə təntənəli bayram tamaşaları təşkil edilirdi cümləsidir. Burada dəbdəbəli sözünün qarşılığı təntənəli sözdür. Deməli, biz təntənəli sözünü cavab kağızına yazmalıyıq.